Salam əziz dostlar, Afətlə Düzünə verilişi efirdədir. İllər öncə sosial bir layihəyə dəvət almışam, ekspert qismində. Bugün orada bir fikrimi virallaşdırıb qeyd edirlər ki, güya mən demişəm ki, Zaksın əleyhinəyəm. Əvvəla o veriliş qarğa bazardı. Nəzərə alsaq 5 il öncə mən bugünkü Afət deyildim. Utancaq bir xanım oturmuşam orada. Yəni üstümə tökülüşüblər, ağız deyəni qulaq eşitmir. Fikirləşdim mən gəlib hara çıxmışam. Yaxşı oldu elə o fikrimi virallaşdırıblar. Bu gün mən buradan öz fikrimi sona çatdırım. Mənim əzizlərim, baxın, müstəsna hallar var. Hansı hallarda? Zaks yəni hansı hallarda olmaya bilər? İndi ona axırda deyəcəm, amma söhbətimin əvvəlinə qulaq asın. Əvvəla Zaks lazımdır. Birincisi, ikincisi, toy lazımdır, mütləqdir. Toy nədən ötürdü? Sən gedib orada kabab yeyəsən deyə deyil. Toy ondan ötürü ki, hamımız gedək şahid olaq, falan kəslər evləndi. Hə, müstəsna hallar var ki, kiminsə sənədində problem olur. Yəni, evli deyil ha, amma sənədində problem var. Və yaxud elə bir bəy var ki, çox imkanlı bir bəydir, bilir ki, Zaksa düşdükdən sonra da yenə əmlaklar alacaq. Bu xanım da sabahları, üzr istəyirəm ifadəmə görə, qudurma ehtimalı var, inanmır da, çox etibar eləmir, amma evlənir, neynəsin. Biraz o məsələyə görə də mən şahid olmuşam bəzi adamlarda, deyir, Zaks eləmirəm. Düzdür, Zaks müqaviləsi var, nikah müqaviləsi. İndi bəzi adamlar utanır onu tətbiq etməyə. Onu tətbiq etməmək üçün bəzi adamlar deyir, sənədim belə qaydasında deyil ki, xanımla Zaksa düşməsin. Sabah o xanım bəy əri evdə acı söhbət olub, xətrinə dəyən kimi gedir boşanır, kişinin var dövlətinin yarısını əlindən alır. Fikirləşir ki, sərbəst ev alacam, maşın alacam, keyfimi çəkəcəm, güya öz aləmində. Siz görün nəyi təbliğ edirsiniz? Mən bu halları nəzərə alıb deyirəm ki, bəzi hallarda heç Zaks da olmaya bilər. Bir də hansı halda? Mən bugün ikinci dəfə ailə qurmuşamsa, yaşımı başıma almışamsa, düzdür, onun mənə aidiyyəti yoxdur, mənim Zaksım var. Amma yəni mən Zaks da kəstirməyə bilərəm. Bu mənim artıq burada şəxsi işimdir. Amma bu onu demək deyil ki, sən evli kişi ilə get, gizdin görüş, adın qız, ata evində hamilə qal. Sən başa düşdük, yəyən yoxdur. Ay, onu mənə təbliğ eləyən kimsənsə, sən onun tərəfindəsənsə o cür həyatını, mən konkret o deyəndə adam nəzərdə tutmuram. O həyatı təbliğ eləyənlərin tərəfindəsənsə, sənin də əxlaqına şübhə eləyirəm. Sən cəmiyyətimizi pozursan, o şeyləri təqdim etməklə ki, düzdür falan kəs. Evli kişi ilə münasibət quran xanıma ruslar tualet deyir, türklər metres deyir. Sizlər nə deyirsiniz onu bilmirəm. İndi bax, problem buradadır. Sizin çoxunuz tərəfini tutursunuz, çoxunuz da yox. Əslində 80% sağ olsun cəmiyyətimiz qınayır. Bir 20% hər an izləyicisi də özünə oxşur bəzi o tipli adamları izləyən adamlar deyir, yaxşı eləyir, özü bilər. Bir empati qura bilmirlər, özünü qabaqkin yerinə qoya bilmirlər. Səhvsiz Allahdır. Hamımızın səhvimiz var. Amma